nəqliyyat eksperti Eldəniz Cəfərovla bağlantı edəcəyik. Söhbət bayaqdan anonsunu etdiyimiz məsələdən gedir. Bəzi taksi sürücülərinin sertifikatlarında uyğunsuzluq aşkar edildiyi üçün onların fəaliyyəti məhdudlaşdırılıb. Şirkət sürücülərdən yenidən sertifikat təqdim etməyi tələb edir və həmin sertifikatsız sürücülərin də həmin mobil tətbiqdəki hesabları bloklanıb və artıq tətbiqə daxil ola bilmirlər. Və bu barədə artıq cəmiyyətdə də bir söz-söhbət gəzir ki, taksi sayı azalır. Qiymətlər artacaqmı? Əsas məsələ budur. Ümumiyyətlə, bu məsələləri müzakirə edir. Eldəniz bəy, salam, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Eldəniz bəy, bu məlum qadağalardan xəbəriniz var yəqin. Bir neçə xarici taksi şirkətinin sürücüləri, belə deyək də, bloklanmaya məruz qalıblar. Onlar fəaliyyət göstərə bilmirlər. Bu qadağaların əsas səbəbi nədir? Bir də sizdən eşidək. Səbəb odur ki, taksi şirkətləri sertifikatlaşmayan sürücüləri bloklamağa məcburdular. Çünki onların qarşısında da tələblər var. Ötən illərdə artıq yeni qərarlar çıxdı ki, taksi operatoru şirkətləri də məsuliyyət daşıyırlar. Əgər sürücünün sertifikatı yoxdursa, icazəsi yoxdursa, imtahandan keçə bilməyibsə, o əgər taksi şirkəti tərəfindən işə cəlb olunursa, işləyirsə, taksi operatoru şirkəti, taksi şirkəti də cərimələnir. Və sertifikatı olmayan, təlimləri doğru dürüst keçə bilməyən, imtahan verə bilməyən, kriteriyalara uyğun gəlməyən sürücülər bloklanır ki, həmin operatorla çalışmasınlar. Bu o demək deyil ki, sürücülər ümumiyyətlə taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. Belə deyil. Onlar fərqli qaydada da məşğul ola bilərlər. Təbii ki, gelib sertifikatdan keçmək şərtilə. Yəni, taksi operatorla çalışmaq vacib işdir. Bugün minlərlə taksi sürücüsü var ki, onlar müstəqil çalışırlar. Və məsələ budur. Yəni, şirkətlər qarşısında tələb qoyulur və şirkətlər də məcburdur ki, sürücüləri deməli bloklasınlar. Onda deməli bu digər taksi şirkətləri də eyni cür addım ata bilər də, hər kəsə bu tələbləri. Taksi şirkətləri atmalıdır, çünki onlar qarşısında tələb var. Taksi şirkətləri, taksi operator şirkətləri qarşısında tələblər var. Qanun dəyişdirildi və qanuna görə uyğunlaşmayan, meydanlara cavab verməyən vətəndaşlar taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. Həm vətəndaşın özü bu meydanlara uyğun gəlməlidir, həm də onun avtomobili. İndi burada biz bilmirik ki, söhbət burada sürücünün özündən gedir, yoxsa onun avtomobilindən. Hər halda belə bir meydanlar var, tələblər var və ona əməl olunmalıdır. Eldəniz bəy, əslində bu məsələni də soruşmaq istəyirəm sizdən. Çünki indinin özündə bəzən taksi sifariş verirsən, yazılan nömrə ilə gələn taksinin nömrəsi eyni olmur. Deyirlər ki, nə bilim, başqasının adına qeydiyyatdan keçmişik, maşının ili köhnədir deyə. Bu məsələni necə nəzarətdə saxlayacaqlar? Bu problemi necə həll edəcəklər? Həmin sizin dediyiniz məsələ də ola bilər. Burada sürücünün deyil, həmçinin avtomobilin də meyarlara uyğun gəlməməsi məsələsi var. Bununla bağlı sizin qeyd etdiyiniz məsələ ilə bağlı dəfələrlə vətəndaşların şikayəti olub və vətəndaşlar müvafiq qurumlara da şikayət edə bilirlər, dövlət qurumlarına bununla bağlı və yaxud da ki, birbaşa taksi operatoru şirkətinə də deyə bilirlər. Görünür ki, bu artıq məsələ daha da çox ciddiləşib və maşınların sıradan aranan taksi fəaliyyətində dövrədə qalması aktuallaşıb. Bu da ola bilər. Maşınların dəyişik gəlməsi məsələsi olur. Mən misal üçün, şəxsən mənim üçün bu, mən bunu özüm üçün normal saya bilərəm. Yalnız bir deməli, cəhətlə ki, əgər həmin avtomobil taksi fəaliyyətə uyğun gəlirsə, yararsız maşın deyilsə, qəzalı vəziyyətdə deyilsə, normal vəziyyətdə gəlirsə, o məni qane edə bilər. Yox, maşın normal vəziyyətdə gəlmirsə, artıq məni qane etməyə bilər. Bəs qiymətlərə necə təsir edəcək bu qərarlar? Bu məsələlər qiymətlərə təsir etməyəcək. Ümumi olaraq biz diqqət edirsə görərik ki, taksi qiymətlərinin artım səviyyəsi, artım tempi taksi qıtlığı ilə müşahidə edilməyir. Aydındır. Yəni 2 il bundan əvvəl yayda taksi qiymətinin yüksəlməsi, bütün taksi operatoru şirkətlərinin sövdələşən qiyməti yüksəlməsi ilə baş verir. Taksi qiymətlərinin dəyişməsi digər amillərlə bağlıdır və bu imtahandan keçə bilməyən, sertifikatı olmayan sürücülərə görə qiymət dəyişməyəcək. Aydındır. Çox təşəkkür edirik. Minnətdarıq ətraflı məlumatınıza görə. Nəqliyyat eksperti bizimlə birbaşa bağlantıda. Əsas o da qiymətə təsir eləməyəcək. Çoxunu maraqlandıran tərəfi bu idi. Əslində çox önəmli məsələdir bu, nə bilim, çağırdığı maşını. Bəzən olur ki, məsələn, baxırsan ki, normal maşındır da, nə olsun, ili köhnədir. Mən oturub onun ilini hesablamıram ki, rahat şəkildə otururam, gedirəm, mənzil başına çıxır. Amma bəzən də hətta o eyni nömrədə olan, elə iyi qox, nə bilim, belə şey olur ki, belələri də olur. Əlbəttə, peşman olursan.